Boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova ayrıldığı həyat yoldaşından gileylənib. Milli Az xəbər verir ki, sənətçi qonaq canlı verilişində bununla bağlı sualları cavablandırıb. O bildirib ki, həyat yoldaşı uşaqlarına görə ona maddi dəstək olmur. Çətin deyil, anam sağ olsun, yardım edir. Maddi cəhətdən də özüm böyüdürəm övladlarımı. Qarşı tərəf heç bir maddi yardım etmir. Allah özümə yetirsin, anam da yardım edir. Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur, evliliyimizin 7-ci ilində ayrılmaq qərarına gəldik. Bu da son, deyə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. Leyla, tamaşaçılara O Səs Türkiyə yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurublar. Cütlüyün 3 evladı var.